Üzeyir Hacıbəyevin yaşadığı her gün bizim için kıymetlidir. Üzeyir Hacıbəyevin yazdığı her bir eser, her bir not vərəqi bizim için kıymetlidir. Ve Üzeyir Hacıbəyevin ictimai siyasi faaliyeti evvelden ahire kadar bizim için kıymetlidir. Çünkü bunlar hamısı Azerbaycan halkının dirçəlməsinə, Azerbaycan halkının medeniyetinin inkişaf etmesine, Azerbaycan halkının özünü tanınmasına hizmet ediptir. Bu hizmetler hiç vaxt unutula bilmez. Bu hizmetler əvəzsizdir. Hər xalqın taleyində var belə şəxsiyyətlər. Dildəki heç bir sifət adlarının qarşısında təyin olub onları ifadə edə bilmir. Dahi, möhtəşəm, əvəz edilmir. Müəllim, jurnalist, tərcüməçi, yazıcı, bəstəkar Üzeyir Hacıbəyli 20-ci əsr Azərbaycanı kimi keşməkeşli həyat yaşadı. Müsəlman şərqinin ilk operasını yazdı. Leyli və Məcnunun nakam eşqinə əbədi səhnə həyatı verdi. Dünya, Müsəlman şərqinin ilk operettasını da Üzeyir bəydən dinlədi. Ər və arvad dillərdə dastan oldu. 1918-ci ildə qurulmuş Azərbaycan Cümhuriyyətinin himnini yazdı. Sovet Azərbaycanının himninə də imzasını atdı. İlk klasik opera sayılan Koroğlunu bəxş etdi Azərbaycan mədəniyyətinə. Konservatoriyanı yaratdı. Xalq havalarını nota köçürdü. İlk qadın bəstəkarları, ilk qadın opera müğənnilərini yetişdirdi. Bir insanın həyatında bu qədər ilk möcüzə deyilmi? 37-ci il repressiyalarından qurtuldu, 2-ci Dünya müharibəsində musiqisi ilə mübarizə apardı. Bütün həyatını yaratmağa və öyrətməyə həsr etdi. Daxil şəxsiyyətlərimizin büstləri bizim qələbəmizin rəmzidir. Onların ruhu şaddır bugün. Onlar doğma vətənə qayıdıblar. Biz onları qaytarmışıq. Burada duracaqlar.